Xoş gördük əziz dostlar. Bu günləri bilirsiniz artıq bizim qonşumuzda Ermənistanda çox yüksək bir konferans keçirilir. Yəni Avropa İttifaqının konferansı keçirilir və bu konferansdan çox yaxşı xəbərlər var və kifayət qədər Azərbaycan xalqında, dünyanı da maraqlandıran mesajlar verilir. Əvvəla ilkin olaraq onu deyim ki, bu mesajlardan biri ondan ibarətdir ki, məhz Paşinyanın yenidən hakimiyyətə gəlməsi, yenidən seçilməsi üçün çox yaxşı bir mesajdır. İkinci mesaj ondan ibarətdir ki, Qafqazda Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistan yüksək surətdə Avropaya doğru gedir və Rusiyanın bütün düşmənləri demək olar ki, oradadır. 40-a yaxın ölkə iştirak etdi və bu əlbəttə ki, Ermənistan üçün çox yüksək bir göstəricidir və Paşinyana demək olar ki, çox ciddi dəstəkdir. Və bununla yanaşı, həm də Azərbaycan prezidentinə qarşı bilirsiniz, Paşinyanın Azərbaycan haqqındakı danışıqları, onun mülayim çıxışı, Azərbaycana verilən dəstək və İlham Əliyevin də bu konferansa qoşulması bir dosyana necə deyirlər, kontekstdə həyata keçirdiyinə görə Avropa üçün də mən deyərdim ki, yaxşı bir mesajdır. Əlbəttə Avropa üçün yox, Avropa parlamenti üçün. Avropa özü 4-5 hissədən ibarət olan bir sistemdir və onun bir parlamenti də var. Mən düşünürəm ki, ümumiyyətlə parlamentə qarşı qərəzli olmağa ehtiyac yoxdur. Çünki parlament müxtəlif insanların, müxtəlif fikirlərin ortaya çıxdığı, ortada danışdığı bir fikirlərdir. Ona görə də oradan biz kifayət qədər tənqidlər ala bilərik. Amma mən düşünürəm, ən real addım elə məhz dünənki Azərbaycan prezidentinin də çıxışı idi ki, Azərbaycan prezidenti bu barədə bütün Avrokomissar və bütün Avropa nümayəndələrinə öz mesajını çatdırdı. Qarabağ barədə mesajını çatdırdı. Avropa Şurasının qərəzli mövqeyi barəsində öz fikirlərini bildirdi və mən bunu çox yüksək qiymətləndirirəm və əvvəldən də demək istədiyim məsələ budur ki, yəni biz hər hansı məsələlərdən qaçmamalıyıq, üzərinə getməliyik və cavab verməliyik. Və bu günləri Avropanın bizə çox ciddi ehtiyacı var. Bilirsiniz ki, artıq bu bir ay ərzində bir neçə Avropa rəhbəri Azərbaycana gəlib. İndi isə məhz Giorgia Meloni Azərbaycandadır, İtaliyanın prezidenti Azərbaycandadır, o baş naziri Azərbaycan və ondan sonra da biz Kaya Kallası gözləyirik Azərbaycana gəlsin. Bütün bu vəziyyət, dünyada baş verən siyasi vəziyyət Azərbaycana doğru çəkir enerji baxımından və biz də bundan yetərincə yaxşı istifadə etməliyik. Kimlərsə elə fikirləşməsin ki, Avropanın Azərbaycana ehtiyacı var. Azərbaycanın da Avropaya ehtiyacı var. Bizim əlimizdəki nefti kimə satacağıq? Bütün dünya neftlə doludur. O boyda Rusiya əlində neft qalıb sata bilmir. Bir aydan çoxdur, 2 aydan çoxdur İranın əlində neft satıb Hörmüzdən çıxarda bilmir. Ərəbistanın nefti əlindən çıxardıb sata bilmir. Yalnız Amerika satır və Azərbaycan da buna ehtiyacı var. Ona görə də bu neft məsələsi də bizim üçün çox gözəl bir şərait yaradır ki, biz elə Avropa ilə münasibətləri daha isti formatda davam elətdirək və bundan istifadə edək. Heç də kimlərləsə dava etməyək. Bizim Avropaya ehtiyacımız var. Avropanın bizə ehtiyacı var hər bir mənada. Və çıxışımın yekununu onunla bildirmək istəyirəm ki, burada o dahi bu günlər bütün bəşəriyyəti xilas edən məhz Zelenskinin də danışığı oldu. Elə Zelenskinin bir statı mənim üçün bəsdir. Zelenskinin ora getməsi belə Rusiyaya ciddi bir mesajdır. İkinci isə mesajı ondan ibarətdir ki, Rusiya xəbərdarlıq etdi ki, 9 mayda parad keçirmək istəyirsinizsə ki, artıq texnika iştirak etməyəcək. Əgər parad keçirmək istəyirsinizsə, ola bilsin ki, Ukrayna dronları da o paradda iştirak etdi. Təşəkkür edirəm diqqətinizə görə.